Naxçıvan vurulduqdan sonra Azərbaycanın prezidenti İsrailin sözçüsü və mediası kimi başladı İran əleyhinə prezidentə yaraşmayan tərzdə ağzına gələni danışmaq. Çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Ya eyyuhəllezine amanu. İn ca'akum fasiqun binəbəin fətəbəyyənu. Ey iman gətirənlər! Fasıq biri sizə xəbər gətirsə, onu araşdırın. Naxçıvanın dronla vurulmasından sonra Azərbaycanın prezidenti və Azərbaycanda olan Siyonist rejiminin mediası dayanmadan İran əleyhinə danışmağı təəccübləndirici deyil. Azərbaycanda İran əleyhinə qarayaxmalar neçə illər bundan qabaq başlamışdı. İkinci Qarabağ müharibəsindən isə bu qarayaxmalar daha da çoxaldı. Sözsüz ki, bu Siyonist rejiminin proqramıdır. Bu proqram Azərbaycan xalqını İran xalqı ilə üz-üzə qoymaqdan ötürüdür. Azərbaycanda İran əleyhinə qarayaxmalardan biri də budur ki, İran ermənilərə kömək edir. Halbuki bu vaxta qədər heç bir dəlil ortaya qoya bilməyiblər. Əksinə, rəsmi orqanlar bunu təksib edirlər. İkinci Qarabağ müharibəsində prezident açıq-aşkar dedi ki, biz İrandan Ermənistana heç bir kömək müşahidə etməmişik. Prezidentin köməkçisi və digər rəsmi qurumlar da İranın Ermənistana köməyini təksib edirlər. Əksinə deyirlər, İranın bizə yardımları danılmazdır. Azərbaycan xalqı onu da unutmur. Ermənilərin Azərbaycana qarşı savaşında mən hər bir zaman İran mediası ilə görüşümdə bunu qeyd etməyə özümə şərəf edirəm. Biz o zaman qaçqın və məcburi köçkün problemi ilə üzləşəndə 1 milyondan artıq ölkədə qaçqın və məcburi köçkün var idi. Azərbaycanın o zaman çətin durumları idi. Azərbaycan məcburi köçkünlərinə ilk yardım əlini uzadan ölkələrdən də biri İran İslam Respublikası oldu. Və qeyd etdiyim kimi, xüsusən də bizim Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarımızın işğalı zamanı ermənilər tərəfindən o dərəcədə məkirli bir plan həyata görülmüşdü ki, onlar Füzulidən girərək Cəbrayıl-Füzuli yolunu kəsmişdilər. Qubadlı və Zəngilan blokada şəraitinə düşmüşdü. Onların məqsədi orada yaşayan 400 min insanı qırmaqdan məhv etmək idi. O zaman bunu açıqca deməliyəm mən. İran topçuları hətta müdaxilə elədilər. Onların müdaxiləsi olmasaydı o 400 min insanın bəlkə biri sağ qalmayacaqdı. Arazın üzərindən humanitar körpü açdılar. Buna görə də Azərbaycan xalqı bu kimi haqsızlıqları, yəni ermənilər tərəfindən Azərbaycana qarşı törədilən bu kimi haqsızlıqları unutmayıb və qardaş İranın da o dövrlərdəki olan bu rolunu da biz unutmamışıq, bu hafizəmizdə yaşayır. Azərbaycanda qaçqınlarla danışanda deyirlər, İranın bizə dəstəyi olmasaydı, yardımı olmasaydı, ermənilər bizim hamımızı qıracaqdılar. Elə biz istəyərdik Horadiz qaydan kimi bütün işğal olan torpaqlar qaydaydı. Biz o günü yaxşı xatırlayırıq. Həqiqətən həmin vaxtı İran İslam Respublikasının bizə çox böyük köməyi dəymişdir. Mən onu xatırlayıram, ona görə özüm döyüşçü olmuşam. Sepahın yardım, Sepah da İran Silahlı Qüvvələr Sepahdır. Sepahın yardımlarını necə gördünüz o zaman Horadizin azad olunmağında? Çox gözəl. Hətta gəlib biz orada təlim keçiblər. Mən özüm iştirakçı olmuşam, bilirəm, onu yaxşı bilirəm. Mən özüm xüsusi təyinatlı olmuşam, o təlimlərdə iştirak eləmişəm. Bəli, çox gözəl təsdiqləyirik. Yardım da hələ mənim yadımdan çıxmır. O həqiqətdir, doğrudur. Bəli, İran qardaş ölkə bizə çox yaxşı kömək elədi. Biz onu heç vaxt unutmarıq. Azərbaycan-İran dostluğu həmişə var, olacaqdır. Bu adamlar gəldilər bura, deməli, Xomeyni İmdad Xeyriyyə Cəmiyyəti adı ilə bizim şəhid ailələrimizin övladlarına toy elədilər. Şəhid qızlarını gəlin köçürtdülər. Mən Həsənova Leyla Əhməd qızı Gəncə şəhərində yaşayıram. Şəhid ailəsiyəm. Yoldaşım şəhid olandan buranın üzvüyəm. 94-cü ildən mən burada köməklik alıram. Çox minnətdaram. Həmişə gələndə vaxtı-vaxtına yardımımızı verirlər. Biz təşəkkür edirik. Demək olar ki, məktəbə gedən uşaqlarımıza da köməklik eləyirlər. Biz olduqca bunlardan razıyıq. Qazi ailələrinə dəstək verdilər qazilərə. Mən Əliyeva Həlimə Fəxrəddin qızı. Gəncə şəhərində yaşayıram, şəhid ailəsiyəm. 2 evladım var. İmdad komitəsinə, İmam Xomeyni adına İmdad komitəsinə öz minnətdarlığımı bildirirəm. Tez-tez nə vaxt yardım olur, bizə köməklik eləyirlər. İran cəmiyyətinə, onların ana bacılarımıza, qardaşlarımıza, öz balalarımla bir yerdə təşəkkürümü bildirirəm ki, bizə tez-tez köməklik edir, yardım edirlər. Tez-tez əl tuturlar bizə. Şəhid ailələrinə sahib durdu və bununla bitmədi məsələ. Onlara cehizlər verdilər. Mən Abdullayeva Kəmalə Behbud qızı Gəncə şəhərində yaşayıram. Mən yoldaşım Abdullayev Rəhman Qafaroğlu 1994-cü ildə Füzuli rayonunda gedən qanlı döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdu. Bizim vəziyyətimiz həddindən artıq ağır idi.
Bizim ailə vəziyyətimizin ağırlığı, uşaqlarımın atasız qalması, vəziyyətimizin ağırlığından İran İslam Komitəsi, Gəncə şəhərində yaranmış İran İslam Komitəsinə biz öz dərin minnətdarlığımızı bildiririk, həddindən artıq dərin minnətdarlığımızı bildiririk. Naxçıvan vurulduqdan sonra Azərbaycanın prezidenti İsrailin sözçüsü və mediası kimi başladı İran əleyhinə prezidentə yaraşmayan tərzdə ağzına gələni danışmaq. Bugün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Azərbaycanda olan bu mediaların işi Siyonist rejimi üçün İran əleyhinə əskərlər yetişdirir. İmam Hüseyn əleyhissalama qılınc çəkmək üçün Yezid lənətullah üçün ordu hazırlayır. İmam Hüseyn əleyhissalamın əleyhinə o qədər təbliğatlar aparmışlar ki, bir ömür Əli əleyhissalamın xutbələrini eşidənlər axırda Əli əleyhissalamın balasına Kərbəlada qılınc çəkdilər. Başını bədənindən ayırdılar. Yezidin mediası İmam Hüseyn əleyhissalamı cəmiyyətə əcnəbi kimi tanıtdırmışdır. Əcnəbi yəni zamanənin ən ədalətsiz şəxsi. Yezidin mediası cəmiyyətin beynini o qədər yumuşdu ki, zamanənin ən ədalətsizi olan Yezid lənətullahı cəmiyyətə ən ədalətli şəxs kimi tanıtdırmışdılar. Və zamanənin ən ədalətli şəxsi olan İmam Hüseyn əleyhissalam isə cəmiyyətə ən ədalətsiz şəxs kimi tanıtdırmışdılar. İş o yerə gəlib çatmışdı ki, təqvası olub, amma bəsirəti olmayanlar İmam Hüseyn əleyhissalama Kərbəlada qılınc çəkdilər. Azərbaycan xalqı çox diqqətli olmalıdır. Azərbaycanda olan Siyonist rejiminin yalanlarına aldanmamalıdır. Quran-ı Kərimdə buyurur ki, İn ca'akum fasiqun binəbəin fətəbəyyənu. Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın. Azərbaycan xalqı baş verən hadisələri dəqiq araşdırmalıdır. Bunun üçün də araşdırma qüvvəsini yuxarı aparmaq lazımdır. Allah eləməyə bu Siyonist rejiminin yalanlarına aldanmaqla İmam Hüseyn əleyhissalama qılınc çəkilər. Ya Hüseyn deyə İmam Hüseyn əleyhissalama güllə atılar. Necə ki Kərbəlada ya Allah deyə Allah vəlisinə qılınc çəkdilər, onu qətlə yetirdilər. Azərbaycan xalqı bunu bilsin ki, hər kəs ki Yezid lənətullaha qoşulub Kərbəlaya gəldi, İmam Hüseyn əleyhissalama qılınc çəkdilər, onlar ki İmam Hüseyn əleyhissalam tərəfindən öldürüldülər, hamısının qanı hədər oldu. İstəyir təqvalısı olsun, istəyir təqvasız olsun, hamısının qanı hədər oldu. Mənim buradan axırıncı sözüm Xəvasadır. Əziz rəhbərimiz buyurur ki, Yezid lənətullahın İmam Hüseyn əleyhissalamı belə tanıtdırmağının səbəbi Xəvasın susqunluğu idi. Bu günləri Xəvasın susqunluğu Siyonist rejiminin mediasına xidmət edir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.